Çağırmışdın Qədiş. Salam aleyküm. Saat neçədir? Saat 3'dü. Mənə səndən soruşuram. Qədiş, bilirsən ki, mən saat bağlamıram. Eşin, arvad saat olduğu için, neçə dəfə sənə demişəm. Nəfsün səni güdaza verəcək. Bir parça çörəkdən ötürü son ümidini satmağa məcbur olan arvadıyım. Soymaq kişilikdir. Bilirsən ki, Suraxanıda boş quyular çoxdur. Onun dibindən gələn səsi heç Allah da eşitmir. Oldu Qədiş. Başa düşdüm. Bağışla. Sadı bugün yiyəsinə qaytararsan. Tanımıram onu mən. Harda yaşayır o? Bugün, bu saat. Arvadı Kəbli tanıyır, onu gör.